Bağışlayan və mehriban Allahın adı ilə. Yalan danışmaq nə zaman haram deyil? İslam əxlaqında yalan böyük günahlardan sayılır. Qurani-Kərimdə yalançılıq imanla zidd tutulur və səmimiyyət möminin əsas nişanəsi kimi təqdim edilir. Lakin İslam hüququ və Əhl-Beyt məktəbinin təlimində istisna hallar da göstərilmişdir. Bu istisnalar yalanı sevdirmək üçün deyil, daha böyük bir zərərin qarşısını almaq məqsədi daşıyır. Quranda buyrulur: Allah yalan danışanları doğru yola yönəltməz. Zümər surəsinin 3-cü ayəsi. Bu ayə yalanın əsas hökmünü açıq şəkildə bildirir. Ancaq eyni Quranda zərurət və islah prinsipi də tanınır. Burada ölçü budur: yalan özlüyündə deyil, nəticəsinə görə qiymətləndirilir. 1. İnsanlar arasında barışıq yaratmaq üçün. Yalanın icazəli olduğu ən məşhur hal iki möminin arasını düzəltmək məqsədidir. Bu halda deyilən söz tam yalan olsa belə, məqsəd fitnəni aradan qaldırmaqdır. İmam Cəfər Sadiq əleyhissalam buyurur: İki möminin arasını düzəltmək üçün deyilən söz yalan sayılmaz. Əl-Kafi cild 2, səhifə 341. Məsələn, iki dost arasında inciklik yaranıb. Birinə deyirsən, o sənin haqqında yaxşı danışır, peşmandır. Halbuki bunu açıq deməyib. Bu söz kin küdurəti aradan qaldırırsa, bu islah yalanı sayılır və günah yazılmır. 2. Zülmdən və təhlükədən canı qorumaq üçün. İslamda insan canı müqəddəsdir. Əgər doğru danışmaq bir möminin öldürülməsinə, işgəncə görməsinə və ya ağır zülmə məruz qalmasına səbəb olacaqsa, bu halda yalan icazəlidir. Hətta bəzən vacib olur. Quranda buyrulur: İman gətirdikdən sonra məcbur edilən kəs istisnadır. Nəhl surəsinin 106-cı ayəsi. Bu ayə təqiyyə və zərurət prinsipinin əsasını təşkil edir. Rəvayət olunur ki, zalım bir hakim İmam Musa Kazim əleyhissalamın tərəfdarlarını axtarırdı. Bir mömin tutulub sorğu-suala çəkildi. İmam ona buyurdu: Əgər doğru söz sənin qanını axıdacaqsa, sükut et və ya canını qurtaracaq sözü de. Biharul Ənvar, cild 75, səhifə 412. 3. Ailə məhəbbətini qorumaq üçün. İslam ailə birliyinə böyük əhəmiyyət verir. Bəzən sərt doğrular ailədə fitnəyə, qəlb qırılmasına və ayrılığa səbəb ola bilər. Bu kimi hallarda sevindirən, yumşaq sözlər icazəlidir. Peyğəmbər salawatullahdan nəql olunur: 3 yerdə deyilən söz yalan sayılmaz. Döyüşdə hiylə, insanlar arasında barışıq və kişinin ailəsi ilə danışığı. Biharul Ənvar, cild 72, səhifə 263. 4. Müharibə və düşmənə qarşı hiylə zamanı. İslamda müharibə zamanı düşməni aldatmaq əxlaqsızlıq deyil, çünki məqsəd zülmü dəf etməkdir. İmam Əli əleyhissalam buyurur: Müharibə hiylə üzərində qurular. Nəhcül Bəlağə, Kəlam 124. Bu halda deyilən yalan fərdi mənfəət üçün deyil, ümumi zərərin qarşısını almaq üçündür. Yalan niyyətlə ölçülür. Əhl-Beyt təlimində açıq şəkildə vurğulanır ki, şəxsi mənfəət, qorxu, qazanc, özünü haqlı göstərmək üçün deyilən heç bir yalan bəraət qazanmaz. İmam Sadiq əleyhissalam buyurur: Yalan kiçik olsa belə qəlbi qaraldar. Əl-Kafi cild 2, səhifə 339. Rəvayət olunur ki, bir şəxs İmam Əli əleyhissalamdan soruşdu: Ya əmir-əl-möminin, yalan nə vaxt bağışlanar? İmam buyurdu: O zaman ki, doğru söz bir məzlumun göz yaşına səbəb olar. Bu söz İslamın incə əxlaq ölçüsünü göstərir. Haqq söz belə zülmə çevrilirsə, susmaq və ya islah yolu seçilir. Nəticə olaraq, İslamda yalan əsasən haramdır və imanla bir arada durmur. Lakin daha böyük bir zərəri aradan qaldırmaq, qan tökülməsinin qarşısını almaq, barışıq yaratmaq və ailə birliyini qorumaq kimi hallarda icazə verilmiş istisnalar mövcuddur. Bu istisnalar yalanı normallaşdırmaq üçün deyil,
ədalət və mərhəməti qorumaq üçündür. Əhl-Beyt yolu bizə öyrədir. Dil həqiqətin xidmətində olmalıdır, nəfsin yox. Doğru söz fitnəyə çevriləndə hikmət, sükut və islah üstün tutulur. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.